Baxa 3-cü xəlifə Əbu Bəkir. Mən bu əvvəl demişdim. Bi əbi əntə və ummi tibtə hayyən və məyyitən uzkurna ya Muhammed ində rabbik və nəkum min balik. Atam anam sənə Peyğəmbər dəyişir dünyasını. Əbu Bəkir çox gec gəlir, tarixdə var. Gəl çatır nəhayət. Deyir ki, atam anam sənə fəda olsun. Sən sağlığında da pak-pakizə idin, öləndən sonra da. Ey Məhəmməd, Peyğəmbər səsləyir bu. Görsən şirk eləyir. Böyle işte ki, Rəbbinin yanında bizi yad elə, fayda şəfaət. Və bizi yadında saxla. Bu adı nə? Təbəssür. Rəbbin yanında bizi yad et cümləsi nədir? Şəfaət. Altı mənbə qeyd edilib. Deyim, mənbə var. Bəli, var. Siri Hələbiyyə. Altı ola qeyd edin. Siri Hələbiyyə, cild 3, səhifə 474. Mümkündür çapa görə dəyişsin. Cild səhifəsi yazıb bax. Beyrut çapı. Darül Mərifət Beyrutda çap olub. Livan. Darül Mərifət çapı. Və məndə başqa bir var. Gələ həmin şeydir. Həmin kitabdır, hə. Məndə də var, deməli, cild 3, səhifə 392. Baxırsan, bu kitabda 2 qeyd olunsun ki, deməli, Peyğəmbər deyir ki, orada mən var yoxsa yox. Baxın, yazır. Peyğəmbərin üzündəki parçanın kənarına çəkib, Peyğəmbərin canası üstünə atır, Peyğəmbər öpərək deyir. Ölü öpmək, şirk deyil ki, ey Məhəmməd, ölü səsləmək, ölü eşidir, ayəbəki, şirk edirsən burada. Öpür, səsləyir, bizi yad elə. Bunlar biz hara yazacaq bunlar? Bax, bunlar nə deyə bunlara? Biz eləyəndə müşrik, haram, bidət, nə. Bunların bölgü eləyəndə deyirlər ki, yox, nətər ola biz olmaz. Başqa bir söz deyim, burada yoxdur. İbn Teymiyyə Vəhabizm banisi. O öləndə nə oldu? O öləndə ona Quran oxudular. Təkərləm. Vəhabizm banisi İbn Teymiyyə öləndə 1. Ona Quran oxudular. Ona ağladılar. Onun meyidini öpdülər. Onun meyitinə təbərrük etdilər. Çəkirlər ki, onda şəfaat bizə dəysin, xeyir olsun. Meyyit quslunun suyunu içdilər. Meyyit quslunun, ki o yanında su hasıl olmuşdu, o su içdilər ki, bu Tebiyyənin suyudur. Bizə şəfa versin. Və sidr suyunu da bölüşdürdülər. Sidr suyu, meydə yulan su növlərindən biridir. Əl-Bidayə və Nəhayyə kitabında qeyd olunub. Əl-Bidayə və Nəhayyə səhifə 211-də. Necə biz Quran oxuyanda şirk olur, ağlayanda şirk bidət olur, meydə öpəndə bizə haram olur, təbərrük etsik, cahil olur, meyyidin nəvlim quslunun suyunu nə eləsələr nə olacaq, sidr suyunu bölüşürsələr. Yəni bizə hər şey haramdır, bidətdir, cəhənnəm, şirk, müşrik filan. Amma bunu eləyəndə olar, ya heç kim olmaz, ya da hamı olar. O filan kəs olduğu üçündür. Ya məgər bu üstündür İmam Peyğəmbərdən. Burada hədislər var, oxuyun, hökmən oxuyun. Burada hədislər həm Şiə kitabından, həm də Əhl-i-Sünnə qardaşlarının kitablarından qeyd olunub. Sonra gəl, bax, burada səhifə 126-da mən bunları deyim. Keçim inşallah o qısa ayələrimizə. Ayələr çox mühümdür. Ayələr etmək lazımdır. Deməli, burada sual var ki, baxın, ayə ortaya qoyurlar. Və ya'budu min dunillah. Onlar Allahın yerinə, onların bu ayə həmişə sizin qarşısına qoyurlar. Deyirlər ki, onlar Allahın yerinə, əvvəla səhv bilirsən, Allahın biz yerinə heç mi qoymuruq? Bu bir. Nə onlara zərər yetirən, nə də mənfəət verə bilən. Niyə ki, Peyğəmbər insana xeyir vermir ki. Peyğəmbər ölüsünə cəmaat kəmər şahid müsəlman olurlar. Görəsən ki, Peyğəmbər vəfat edir. O deməsən, olmursa müsəlman. Şeylər ibadət edir ki, onlar kim ibadət edir ki? Sən bu ayə kimə aiddir? Baxın, sizə deyən ki, onları ibadət ilə saxlar. Kimlər kimləri? Bütpərəstlər bütləri. Nə ki, müsəlmanlar övliyaları. Bax, bunu hökmən diqqət edin. Sizə bu ayə ortaya qoyanda, deyin ki, ayə kimə aiddir? Ayə kim haqqında nazil olub? Ayə, əgər mən ibadət etmirəmsə o tərəfə imama, niyə ayəmə aid olsun? Niyə?
Mən Allahın yerinə olaraq qoyuram. Yox. Niyə ayə mən şamil edirsən? Mən bu işi etmədiyim halda niyə mən ittiham edirsən? Və onlar kimlər? Allahın yerinə onlara nə ziyan, mənfəət verədə şeylərə kimlər? Bax, şey deyir burada. Şəxs demir. İmam şəxs olaraq şey deməzlər ki, kim nə sualı var da? Hansı müsəlman büt bir şeydir də nə sualına cavab verir? Hansı müsəlman o bir müsəlmanın zirəhinə, Əlfət Abbas Rəsəmin zirəhinə ibadət edir? Şey sualıdır, o nə sualıdır? O kim ibadət edir? Öpmək ibadət deməkdir. Onda hələ hamı gündə yaxınlarını öpür, əlindən öpür, üzündən öpür, alnından öpür. Hamı müşrikdir, dəlsiz pak. Həclər özləri Kəbədə öpürlər qara parçanı, öpürlər qara daşı. Hamı müşrikdir. Yəni bu nə iddiadır? Ayəni səhv yerə yönəldiblər. Hünərə çatmır ayət tətbiq etsin bütpərəstlərə, adi kimə? Şiələrə.